Quba xanlığı Telegram kanalı təqdim edir. İzlədiyiniz bu qədim təsvir 1774-cü ildə Alman səyyahı və təbiətşünası Samuel Gottlieb Gmelinin Rusiyada səyahət əsərinin 3-cü cildindən götürülmüşdür. Rəsm bizə 18-ci əsrin sonlarında Quba şəhərinin, qala hissəsinin və ətraf yaşayış məntəqələrinin ümumi görünüşünü təqdim edir. Görürük ki, qalanın içərisində səliqəli düzülmüş evlər, minarəli məscid və müdafiə məqsədi ilə inşa olunmuş möhkəm divarlar yer alır. Divarlar üzərində 3 əsas qapı aydın görünür. Bakı qapısı, Orta qapı və Əmsar qapısı. Qalanın ətrafı isə Bayır şəhər adlanan hissədir. Burada həyətli evlər, təsərrüfat sahələri və daha geniş yaşam məkanı görünür. Bu hissə şəhərin əhalisinin gündəlik həyatını əks etdirir. Təsvirin sağ tərəfində Qudyal çayın o biri sahilində isə yaşayış məntəqəsi Qırmızı qəsəbə yerləşir. Burada fərdi evlər və müstəqil yaşayış forması aydın görünür. Arxa planda ucalan Qafqaz dağları, ətrafdakı meşələr və çay vadisi Qubanı əhatə edən zəngin təbiəti və strateji mövqeyini əks etdirir. Qeyd edək ki, bu təsvir illüstrasiya xarakteri daşıyır. Buna görə bəzi memarlıq və coğrafi detallar simvolik şəkildə əks olunub. İzləyicilərdən xahiş edirik ki, bu illüstrasiyanı real görünüş və planla qarışdırmasınlar. Sizi bir neçə il əvvəl Quba qalası ilə bağlı hazırladığımız baş plan və 3D modelə yenidən baxmağa dəvət edirik.